Hazır Bito programmasında biznes egesi üçün ümumi atçotla böləkini görüp çıxamız. Bu üçün Bito programmasına girip bağlamamızdan keyin çap tarafta 3 çizikli basadan bolsaq, bizə də çünki böləklər çıxardı. Bunların içində ən birincisi analitika degan böləkini görüp çıxamız. Analitikaya girədən bolsaq, bizə də birinci dashboard böləki çıxardı. Dashboard böləkinə girədən bolsaq, bizə də ən birinci Yelp savda. Yelp savdada bugün çözüm savda bolğanı, onun tərəfində faydası, pəsində kirim çeson pulu kassaga kirim bolğanlığı, onun tərəfində şu filialdan ya şu dükandan çeson pul xaracat bolup çıxıb getganligi, pəsində debitdən çeson pulunuz köçədə yatqanlığı, bu dəftərdəki pula nisbətən qarzlarınız köçədə kimlərdə yatqanlığı, kredit böləkində isə siz çeson pul bərəşirik bu postavщикlərə sizə tovar yetirib bərəd onlara nisbətdə. Mahsulotla böləkində isə sizin çeson tovarınız bakirlik, onun tərəfdə xam əşyada ya işləp çıxarışınız buladan bolsa, xam əşyalardan çeson pul durğanlığını göstərib bərəd. Rakamlara etibar verməysə, bu demo versiya bolğan üçün hər xil sanla girizlən, şu üçün yerə summalarını göstəriş mümkün deyil. Keyingisi ikinci böləkimiz bizə də savda böləki. Savdada qaysı günləri savda neçik boldu, analitika boyunca göstərib bərədi. Bir də savda etkidən keyin toluq göstərədi. Qaysı günləri savda bələnd boldu, pəs boldu, üçün düşdü, əvvəlki aylara nisbətdə salışdırıb göstərib bərədi savda böləkinin içində. Keyingisi kirim və çıxımlar. Bu kirim və çıxımlar kassaga girib gələn pullar və kassadan çıxan xaracat üçün çıxan pulların atçotlarını birdən görsək болады. Birdən günlər boyunca qaysı günləri köproq kassaga pul kirim boldu, neydən girdi və kimlərdən girdi. Keyingisini ötədən bolsa xaracatlar. Bu qaysı günləri xaracatlar köpəyib getdi və nağlara nisbətən xaracat köpəydi, nağlara köp getdi. Bunu günlük, həftəlik, aylıq, illik ya qaysıdır günlər miqdarından görsək болады. Keyingisi debit, kredit. Bunda bizə pulumuz, neçə son pulumuz köçədə yatıbdı. Ümumi summası ortada göstərib bərədi və neçə faizini qaysı klientdə baylanıb yatdı. Məsələn, bizə 73,8 faizini Kəmal Əkidə baylanıb tutduyken, keyingisi 15 faizi uzadı, qarzı var deyən klientimizdə pulumuz köçədə yatqana gəlir. Şuradan görüb qaysı klientdə köproq pulumuz yatqanını bilsək болады. Kredit böləkini ölçsək, bizə pul bərişimiz gerek bolğan postavщикlərdən ümumi çeson pul bərişimiz gerek, en köp kimdən qarzımız var, şulanı pul birdən məlumatlarını görüb tursaq болады. Keyingisi mahsulotlar böləki. Mahsulotlarda bizə həmmə mahsulotlarımız şurada görüntü duradı və çesonluq tovarımız var. Tən narxda yəni çesonluq tovarımız var summada və onun tərəfindəki narxında satılış narxından çesonluq tovarımız var gəldigini göstərib bərədi. Məsələn, 100 milyonluq tovar gəliş narxında, 120 milyon satılış narxında da. Buna basıb durub optim narxdan çeson satsam çeson boladı. Dana narxda satsam çeson boladı. Bu narxlarını özgərtirsəm boladı. Ötürübdür. Məsələn, MacBook misalında görəmiz. Yəni ikincidə MacBook durubdu. MacBook'da bizənin dükanımız 76 dana varkən 385.500 somdan opsiya summada 29.298.000 pulumuz MacBook'da durubdu. Şunu oxşayət görsək buladı. Əgər işləp çıxarışınız bolsa, xam əşyalar, yarım tayar mahsulatlar boyunca şunda atçotlarına dinlədiyini görsə buladı. Keyingisi bizə də kategoriya boyunca tanlar. Kategoriya boyunca tanlar nə üçün gerek? Kuruluş malları misalında aytama. Elektro tovarlardan çesonluq pulunuz durğanına aytayın. Neçə dana tovar durubdu, çeson pulunuz durubdu. Santexnikalardan çesonluq tovarınız durubdu. Hər bir kategoriya boyunca əddiyini görsəniz buladı bunun içində. Bu kategoriya boyunca tanlar şu üçün gerek. Bizə də sviyaz yaxşı olman üçün azın oylanıb durubdu. Hazır. Tak, bizə də ötürədən bolsaq literatura kategoriyasında 852 dana kitabımız varkən 12.484.000 somluq pulumuz durubdu. İkincisi kraska böləkində 19 dana kraskamız var. 1.900.000 som pulumuz durubdu. Hər bir kategoriyalar boyunca dinlədiyini görüb çıxsaq buladı. Yəni bizə də web variantda, kompüter versiyada, kompüterdən girədən bolsanız, hər bir kategoriya boyunca bir aydan çeson savda boldu. Çeson fayda bolğandan dinlədiyini görsəniz buladı. Hazırca atçotla böləkimiz şöyədir. Yəni qoşumça nərsələrimiz var. Bunlardan keyingi video dərslikdə birlikdə görüb baramız.